Fatihə surəsi. Hər tərəfdə eşidirik. Fatiha surəsi açan, kitabı açan surədir. Fatihə açan deməkdir. Bəli. Fəth. Fəth olunması. Bəli, açmaq. Sonra Fatiha surəsi Quranın ilk surəsidir. Quran böyük bir mesajdır. Fatiha surəsi o böyük bir mesajın qısaldılmış bir formasıdır. Belə başlayır. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Həm deyir, aləmlərin Rəbbi olan Allaha məxsusdur. Yaxşılıq və gözəllik adına bildiyimiz nə varsa, hamısı, yəni əl bilinən deməkdir. Bilinən yaxşılıqların, bilinən gözəlliklərin hamısı aləmlərin Rəbbi olan Allaha məxsusdur. məsələn bir çiçək açıldı. Bu gözəllik Allaha məxsusdur. Məsələn yağış yağdı. Bu da insanlar üçün bir rəhmətdir. Bir yaxşılıq da insanlar üçün. Bir uşaq doğuldu, uşağın gözü oldu, dişi Bunlar oldu. hamısı Allaha aid. Er-Rahmanir-Rahim. Mərhəmətlidir, rəhimlidir. Sonra Məlik Yevmiddin deyir. Din gününün sahibidir. Yəni din günü Din gününün sahibi, yəni məhşər gününün sahibi, haqq hesab gününün sahibi. Axirətə işarətdir bu da artıq. İyyəkə na'budu. Və iyyəkə nəstəin. Yalnız sənə ibadət edirik və yalnız səndən yardım istəyirik. Yəni bu artıq tövhidə bir şeydir. Yəni Allahdan başqa heç bir ilah olmadığına, yəni yardım edənin yalnız və yalnız o olduğuna iman etmək. İhdina sıratal müstəqim. Bizləri doğru yola yönəlt. Yəni bu Sıratal lezine en'amte aleyhim gayril mağdubi aleyhim veleddallin. Siratal-lezine en'amte aleyhim. Nemət verdiyin kəslərin yoluna. Gayril mağdubi Qəzəbə uğrayanların və yanlış yol üzərində gedənlərin yoluna yox.